Dünya müvəqqəti olmasını, dünyanın müvəqqətliyini tam anlasaydıq, özümüzü öldürməzdik bu dünya üçün. Anlasaydıq, ahirət işlərinə bu qədər həvəssiz olmazdıq. İbadətə bu qədər həvəssiz olmazdıq. Biz anlasaydıq ki, əbədiyyət var və dünya müvəqqətidir, dünyanın hamısını bizə versələr, razı olmazdıq günah eləyək. Biz kaş başa düşərdik ki, burada qaldığımız müddət bir gün tamam olacaq. Elə bilirsiniz, başa düşmüşük, vallah başa düşməmişik. Bilirik, hamımız bilirik. Hamımız bilirik ki, hamımızın cənazə, hər birimizin cənazəsi kiminsə çiynində gedəcək. Amma onu başa düşməmişik. Əli əleyhissalam görün nə gözəl təbir eləyir. Buyurur ki, İnnəd dünya qəd tərəhhələt mudbirə və innəl axirətə qəd tərəhhələt muqbilə. Buyurur ki, dünya getməkdədir. Gözəl təbirlərdən istifadə. Dünya getmək halındadır, axirət gəlməkdədir. Dünya da hərəkətdədir, axirət də. Dünyanın arxası bizədir, axirətin üzü bizə tərəfdir. Birindən uzaqlaşıb birinə yaxınlaşmaqda yox. Saniyələr gedir indi, elə? Saniyələr gedir, hər an azalmaqdadır dünya həyatımız. Axirət isə bizə tərəf gəlməkdədir. Biz bu dünyaya gələndən, doğulandan dünya azalmaqdadır. Doğulduğumuz andan saniyələr bizim əleyhimizə işləyir. Bu xütbəni 15 dəqiqədir başlamışıq. Bu 15 dəqiqədə ömrümüzdən azaldı, dünyadan uzaqlaşıb ahirətə yaxınlaşırıq. Cavan, qoca fərqi yoxdur. Hamımız ahirətə, əbədiyyətə tərəfiyik. Biz bunu başa düşmüşük, başa düşməmişik. Sadə həqiqətdir. Amma başa düşənlər bütün həyatında izi görünür ki, başa düşüb bunu. Bunun bütün həyatının hər sahəsinə nüfuz eləyir bu inanc, bu düşüncə. Dalıca buyurur və likulli minhuma bənun. Dünyanın öz balaları var, axirətin öz balaları. Fəkunu min əbnail axirə və la təkunu min əbnaid dünya. Buyurur, axirət övladları olun, əleyhissalam. Dünya balaları olmayın, dünyanın övladları olmayın. Nəsib olsun bizə Allahdan istəyək ki, Allah zamanın nə olduğunu anlamağı bu yaşda bizə qismət eləsin. Zəhmət çəkmək lazımdır bunun üçün. Adam bilsə ki, bu dünya müvəqqətidir, rahat yaşayar. Əbədiyyəti başa düşsə, əbədiyyət sevinci dünya qəmini ona unutdurar, onun yadından çıxar. Bir alim var, deyir, biri gəldi, dostumdur, deyir. Çox sıxıntıdaydı, müşkülləri çox idi, problemləri çox idi. O qədər çox idi ki, adamın yazığı gəlirdi ona. Olur bəzən belə bir. Deyir, düzdür, öz günahı var idi, özünün günahlarının, səhvlərinin ucbatından idi. Əsasən də bunu sizə deyim, hədisdən, Qurandan və təcrübədən görünür ki, çox zamanda başımıza gələn işlər elə öz əməllərimizin nəticəsidir. Hər halda deyir, gəldi, mən də istədim bunun nəsihət eləyəm. Hazırlaşmışdım ki, bilirəm bu problemlidir, gəlir yanıma. Hazırlaşmışdım, danışam, amma o qədər gördüm ki, sıxıntı içindədir. Dedim, buna mən nə danışım, nə deyim, necə təsəlli verim. Allah deyir, ağlıma bu saatdə şey saldı. Soruşdum, neçə yaşım var, dedi, 40 yaş. Dedim, bu 40 il necə keçdi? Dedi, gözü yumub açmaq kimi, elə bil ki, bir göz qırpımı. Deyir, dedim, nə qədər ömrüm qalar bundan sonra? Deyir, belə getsə keçinə. Bu vəziyyətlə. Deyir, dedim, məsələn, tutaq ki, 20 il. Dedi, hə, olsa bundan sonra bu vəziyyətlə 20 il yaşayaram. Dedi, indi bu bir göz qırpımında 40 il keçibsə, 20 il göz qırpımının yarısıdır. Dəyər buna görə bu qədər əziyyət çəkəsən. Lap tutaq ki, 20 il əziyyət çəkdim. Deyir, elə bil bu sözümdən sonra aram oldu, rahat oldu. Ondan sonra deyir, bir il sonra mənə zəng elədi, danışdı, dedi ki, sən o sözün, bu sadə bir şey mənə indi çatdı, başa düşdüm və deyir, xeyli düzəlmişəm, müşküllərim də həll olunur, çətinliklərim də düzəlir, halım da dəyişib, dünya da məni da sıxmır, incitmir. İnsan çox ürəyinə salmasın dünyanın qəmini, çox ürəyinə salmasın. Çox bir şey istəyirik, elə bir əbədi qalacaq, tutaq ki, olmasın. Nə qədər, nə müddət, nə böyük bir müddət çəkəcək. İstədiyimiz heç olmasın. Çox qısa bir müddət istədiyimizə çatmayaq.
Alındı, alınsın, alınmasa da başa düşsək ki, müvəqqətidə o qədər də narahat olmalı. Hər bir dərddə, problemdə düşün ki, qarşıda əbədiyyət var. Günahdan çəkinmək çətindir, müvəqqətiliyini başa düşsək, asan olar bizim üçün. Hədis var, bir ləzzət ki, arxasıca əbədi əzab gəlir, harası ləzzətdir? Və bir əziyyət ki, arxasıca əbədi rahatlıq gəlir, harası əziyyətdir? İki sualla hər şeyi həll edir. Qəmi dəf eləmək istəsən, rahat olmaq istəsən, bir şey özünə təlqir elə ki, az qalıb, tez köçəcən, qısa müddətdir. Qəbristana deyir, get iki halda olanda. Bir şad günündə get, bir də qəmli günündə get. Şad günündə get ki, keçib gedəcək. Bu şadlığın ömrü çox qısadır. Orada yatanlar da bir gün nəsə qazanırdılar, sevinir. İndi heç nə yoxdur. Ki, tüğyana düşməyəsən. Qəmli günündə də problemlər səni sıxandı, gid otur hərdən o qəbirlərə bax, dinən ki, indi bunlar üçün nə fərqi var? Dünyada kimin nə dərdi var, nə problemi var? Nə qədər çəkəcək ki, müddəti çox azdır. 100 dəfə bunu danışmışam. Bəhlul Danəndə hikmətli, ibrətli hadisələr nəql olunub. Ömrü ərzində nə qədər ibrətlər qalıb ondan bizim üçün. Deyir, cəmaatdan bezmişdik şəhərdən. Gedib oturmuşdu qəbristanda. Xəlifənin vəziri də təsadüfən buradan keçir. Vəzir necə keçər? Mühafizə ilə, qoşunla, ordu ilə, taxtın üstündə, çiyinlərində bunu kəcavədə aparırlar. Birdən gördü, Bəhlul oturub qəbristanda danışır. Cəmaat elə bilirdilər, o dəlidir, hamıdan ağıllıydı. Danışır, o da ona ələ salmaq üçün dedi, bu şəhərin gözəl mənzərəsini qoyub gəlib qəbristanda oturub ölülərlə nə danışırsan? Deyir, dedi, heç nə, soruşuram onlardan ki, neyinirsiniz, necəsiz deyir, biz bir karvanıq, yola düşmüşük, bir dayanacaqda dayanmışıq, gözləyirik, siz gəlib bizə qoşulasınız, yolumuza davam eləyək. Bunu deyirlər mənə. Yola çıxmışıq, bərzəx adlı bir dayanacaqda dayanıb sizi gözləyirik ki, siz də gəlib bizə çatın, bir yerdə səfərə getməliyik. Ondan sonra vəzir istəyir getsin, vəzir düşüncəyə dalır bu sözdən. Getmək istəyəndə deyir, bir dəqiqə dayan, amma bu sümüklərə də baxıram burada. Heç bilmirəm hansı vəzirin sümüyüdür, hansı şahın sümüyüdür, hansı sadə adamın sümüyüdür. Heç sümüklərin içində fərqi yoxdur. Deyir, o bir-iki dənə nəsihəti ilə vəzirin də sözü qalmır. Yəni, o taxt ki, oturmuşsan, nə qədər oturacaqsan orada? Nə qədər oturacaqsan? Qısa sürətlə keçib gedəcək, heç nə qalmayacaq sənə. Nuh Peyğəmbər deyir, dünya bir qapıdan girib otağa, bir qapıdan çıxmaq qədərdir. Nuh Peyğəmbər ki, ömrü 1000 ildən çox idi. Bunu deyirsə, biz də düşünək ki, 70 il göl nədir, 80 il nədir? Heç nə, bir andır. Az müddət biz burada qalacaq. Bunu ağıllı adamlar anlayır, ağılsız insanlar, ya ağlı hələ tam kamil olmayan insanlar, mənim kimlər, hələ başa düşə bilmir bu həqiqəti. Səviyyəli insan dini nöqteyi nəzərdən kimdir? Deyir, filankəs səviyyəli adamdır. Hamı səviyyəyə can atır elə. Heç kəs xoşlamır ona deyəsən, sən ağılsız adamsan. Xoşuna gəlmir bu söz. Axmaq adamsan, üzr istəyirəm bu sözümə görə. Kimin xoşuna gəlir? Heç kəsin xoşuna gəlmir. Amma səviyyə nədir dini cəhətdən? Səviyyəni necə tərif eləmək olar? Əleyhissalam buyurur ki, əqəlun nas, insanların ən ağıllısı, ənzəruhum fil əvaqib. Daha çox axirətə, axırıncı aqibətə diqqət edənlərdir. Kim ki, aqibəti düşünür, o ən ağıllı adamdır. Ən ağıllı insanlar axırı görən insanlardır. Yəni, axirətə nəzər eləyən insanlar. Bir adam ki, dünyadan yapışıb, bu əlamətdir ki, bu ağılsız adamdır. İmansız məsələsini demir, fikir verirsiniz. Biz elə bilirik ki, iman, imansızlıq məsələsidir. Əleyhissalam ağıl mövzusunu gətirir ortaya. Ağıllı adam əbədiyyəti görür, müvəqqəti dünyaya biganədir. Din deyir, ağıl sahibi o insandır ki, axirəti düşünür, dünyaya bağlanıbsa ağıllı adam deyil. Çox etimad eləmə onun ağlına. Biz belə qəbul eləmirik, deyirik ki,
axirəti düşünmür, amma ağıllı adamdır. Deyə bilər imanı zəifdir, amma din deyir yox, bunun ağlında nöqsan var. Ağlı zəifdir bu insanın. Ağıllı adam hey soruşur, sonra nə olacaq? Sonra nə olacaq? Sonra nə olacaq? Bu soralar ta gedir nəhayətə, daha doğrusu bir nəhayətə gedir çıxır. Sonsuzluğa gedir çıxır. Hey soruşur, axırı nə olacaq? Amma bu günü görən adam ağılsız adamdır. Niyə deyir, hər günah eləyəndə insanı bir qədər ağıl tərk eləyər, bir daha qayıtmaz. Tövbə eləyərsən, bağışlanarsan, amma ağıldan bir parça getdi, nə qədər tövbə elə qayıtmaz. Niyə belə deyir? Çünki günah eləyən anda bu anı düşündün, gələcəyi düşünmədin. Bu anı düşündün, ağlından istifadə eləmədin deyə ağıl sənə lazım olmadı, səni tərk elədi. O qədər miqdarda ağıl səni tərk elədi. İmam Zaman dövründə niyə deyirlər günah olmayacaq? Sadə cavabdır, çünki bəşəriyyət əqli yetkinliyə çatacaq. Ağlı kamilləşsə cəmiyyətin günah olmaz. Ağılla gələr çatar ki, müvəqqəti bir ləzzət üçün əbədiyyətimi qurban verə bilmərəm. Ona görə deyir İmam Zaman gələn kimi birinci işi görəcək, deyir başlara əl çəkəcək, insanların ağlı kamil olacaq. Yəni məcazi mənada. Söhbət sığal çəkməkdən getmir. Yəni cəmiyyətin ağlı yetkinləşəcək, mənəviyyat da dalıca gələcək. Heç şübhəsiz. Sözümü yekunlaşdırıram. Ağlın işi budur ki, dayanıb bir qıraqda, bir iş görmək istəyəndə sual verir, axırı nə olacaq? Axırı nə olacaq? Sözünə qulaq assaq, düzələr. Eşitməsə o fəryad eləyib qalacaq, biz burnumuzun ucunu ancaq görəcəksə, ağıldan istifadə eləmədik. Qulaq assaq ağlın sözünə görərik ki, çox sevməli şeylər var, sevmirik. Çox sevməməli şeylər var, sevirik. Həyat tərzimiz dəyişər. Odur ki, hədisdə var, ağılsız adamla oturub durma, bu yandan da deyir, dünyapərəst adamla oturub durma. Çünki bunlar ikisi deyir. Ondan sənə də keçəcək. Onun ab-havası pisdir. Onun halı havası səni xarab eləyəcək. Ağılsız adam və dünyapərəst adam. Peyğəmbər və imamlar bunu başa salmaq üçün gəliblər. Gecə-gündüz bizə başa salıblar. Keçən dəfə dedim, Əli əleyhissalam küçəni, bazarı gəzib deyirdi, köçmək, köçəcəksiniz bir gün. Bu sadə şeyi niyə başa düşmürsünüz? Peyğəmbər, imamlarımız hamısı, İmam Hüseyin ağa nə qədər deyirdi Aşura günü ki, dünya bir körpüdür, körpü kimi bir şeydir. Keç get, məqsəd başqa yerdədir. Və bunu insan başa düşərsə görər ki, dünya oyunundan başqa bir şey deyil. Dünya bəlli bir müddəti olan oyundur. Ona görə də onun əziyyəti də adama xoş olur. Görsən, cavan uşaqlar futbol oynayır, əziyyətdir də zahirən. Qaçırlar, yorulurlar, amma əziyyətdən ləzzət alırlar. O insan ki, əbədiyyəti görür, dünya onun üçün oyuna çevrilir, onun əziyyəti də, əzabı da bir əyləncəli oyunun əziyyətinə bənzəyir. Tez keçib gedəcək və arxasıcan rahatlıq gələcək. Odur ki, Allah dostlarını qarşılayanda birinci söz ki buyurur ki, fədxuluha xalidin, daxil olun cənnətə əbədi qalmaq üçün. Bu əbədi qalmaq sözün ki, insan eşitdi, o qədər şad olur ki, cənnət kisilir gözündə. Çünki insan bunu istəyir demişə. Orada baxacaq ki, nə qısa müddət, bir saniyə üçün mən əbədiyyəti vermişəm bəziləri. Bu dünya bir saniyəymiş keçdi, getdi. Bu qədər əbədiyyət, bu qədər neymət əlimdən çıxdı. Bunu insan kaş ki, dünyadaykən anlaya, zaman məfhumunu başa düşə və düzgün dəyərləndirə.